Salam dostlar, hər vaxtınız xeyir. Bu Keyfnaqulu müəllimin idarələrində ilişib qalmışam. Elə bir oyun oynayır ki, cəmaatla. Sanki bu insanlar hələ yollarda qalsın. Əsəblərinə sahib çıxa bilməsin. Belə bir oyun oynayır. Bu dərəcədə də olmaz yəni. 2013'də olan avtoqəzada özüm amnistiya çıxmışam, deyir, məhkumluqdan çıxmışam. Amma Puravan məhkumluqdan çıxmır. Təsəvvürlə ki, ödəniş eləmişəm. Ödənişin kağızını ala bilmirəm ki, aparım verim asan xidmətə. Asan xidmət desin ki, sən məhkum deyilsən. Mən məhkumluq haqqında kağız almaq istəyirəm. Yazır ki, sən məhkumsan. Puravanda deyir, hansı yolla almışsan? Deyir, qanunsuzdur. Dəli qırılmışlar, təsəvvür elə ki, bu Puravanı 2 dəfə asan xidmət mənə verib və özü də deyir ki, qanunsuz almışsan. Yox, özüm bulamı vurmuşam, özüm almışam Puravanı. Özüm məhkumamsa, gəl tut məni. Yox, məhkum deyiləmsə, mənə normal məhkumluq haqqında kağız ver. 2013'də kağız gəlməyib, Xaçmazın bir nömrəli cəza çəkmə məntəqəsindən Siyəzən probasiyasına, sonra polisə gəlməyib. O mənim günahım deyil. O simişqa qabı düzəltmişsiniz, neynəmişsiniz? Mənim elə bir ki, oyun gedir, oyun içində oyun gedir. Ki, sizin qurduğunuz qanunun, idarənin başına kül olsun. Getdiyim bax, idarələrin adları, yerləri, inansan bax, bir belə. Bu Siyəzən propasiyasının verdiyi kağız, gülünc bir kağız. Xəzalət çəkmirlərə bərəkət haqqı. Şirinliyə də ki, mənim gücüm çatmır. Asan xidmətin mənə verdiyi kağız, mən məhkum sayılıram. Bu kağız 2013'də olan hadisədir. Bağlayın geçsin də mənim Puravamın çıxartın da məhkumluqdan da. Heç dəxli var. Hələ Azərkörpü Yevroskan 13 ildir, 14 ildir mənə pensiya kəsib 270 manat. 1 manat da qalxmayıb. Təsəvvür elə ki, o vaxtı 40 köpük idi ki, benzin. Şimdi 1 manat 20 köpük idi. Bu nə qoyun yığının idarəsidir bu, nə idarəçilikdir bu. Hara baxır bu hökumət?